Salam dəyərli izləyicilər, Danışır Set podkastını izləyirsiniz. Verilişimizin baş sponsoru Palo Alto Network şirkətidir. Danışır Set podkastının bugünkü buraxılışında kiber təhlükəsizlik sahəsində mühüm və vacib olan bir məsələyə, SOC anlayışına nəzər yetirəcəyik. Security Operations Center, Təhlükəsizlik Əməliyyatları Mərkəzi. Bu mövzu ətrafında müzakirəni aparmaq üçün istərdim qonağımı sizlərə təqdim edim. Smart IT şirkətinin İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Fuad Məlikov. Fuad bəy, xoş gəlmisiniz. Çox sağ olun ki, dəvət etmisiniz. Mən də sizi salamlayıram. İzləyiciləri də salamlayıram və ümid edirəm ki, bizim bugün bir maraqlı söhbətimiz baş tutacaq. Fuad bəy, biz də öz təşəkkürümüzü bildiririk dəvəti qəbul etdiyiniz üçün. Gəlin elə ilk anlayışdan başlayaq. Security Operations Center nədir və beynəlxalq standartlara görə onun funksiyaları necə tənzimlənir? Tamam. Deməli, uzun cavabı var və qısa cavabı var. Qısadan başlayaq. Müxtəlif mənbələrə baxsaq, biz bir anlayışa gələcəyik ki, SOC insidentlərin monitorinqi və reaksiyadır. Yəni əsas bunun təsnifatı budur. Lakin mən tərəfdarıyam ki, buna daha geniş baxaq və tərəfdarıyam ki, NIST çərçivəsində təsvir olunan kimi yanaşaq buna. Cyber Security Framework, NIST-in belə bir çərçivəsi var və həmin çərçivə 6 pillə izah eləyir. Bu pillələrdən birincisi govern, yəni idarə olunma. Bura daxildir risklərin idarə olunması, biznes servislərin təsnifatı, biznes servislərin kritikliyi və s. Yəni ümumiyyətlə təşkilat nə ilə məşğul olur və riskə onların yanaşması nədir? Yəni metodologiyalar və filan. İkinci pillə gəlir identify. Burada biz nəzərdə tutmuşuq əsasən inventarizasiyanı. İnventarizasiya dedikdə SOC anlayışından söhbət gedirsə, biz nəzərdə tutacağıq təhdidlərin inventarizasiyası və aktivlərin inventarizasiyası. Növbəti pillə protect, yəni biz həmin əvvəlki pillələrdə təsvir etdiyimiz assetləri necə qorumaq, nə ilə və necə qoruyuruq? Bunun haqqında danışır. Yəni bizim firewalllar olsun, texniki başqa həllər olsun, autentikasiya, MFA və s. və s. və s. Növbəti pillə gəlir bizdə detect, yəni insidentlərin aşkarlanması, bəli, insidentlərin aşkarlanması, daha sonra respond, insidentlərə cavab və sonda recover. İnsidentdən sonra bərpa. Və bu 6 pillənin hər birisində SOC var. Yəni SOC yayılır bütün 6 pillələrə. Baxmayaraq ki, biz düşünürük ki, ilk dediyim kimi qısa təsvirində biz deyirik ki, insidentin monitorinqi və reaksiya, hansı var ki, bizdə alınır 4-cü və 5-ci pillələr. Amma əgər ilk 3 pillə yerində deyilsə, əsasən də 2 pillə, yəni bunun nəzəri tərəfi inventarizasiya və ümumiyyətlə biznes proseslərin təsviri və biznes mühitinin təhlükəsizliyə yanaşması, risklərə yanaşması. Bunlar yoxdursa, mən düşünürəm ki, SOC kifayət qədər effektiv işləmir. Teorik çərçivəni anladıq. Bəs praktiki müstəviyə keçsək, SOC real bazarda göstərilən modeldən necə fərqlənir? Real bazarda adətən biz görürük ki, SOC daha əvvəl NIST əsasında danışdığımız bu çərçivənin daha çox son 3 pilləsinə aid olur. 3 pilləsini əhatə eləyir. Yəni monitoring, reaksiya və bərpa. Daha çox oranı əhatə eləyir. Əslində məntiqlə bu düzdür, elə də olmalıdır və əvvəldə dediyim kimi SOC-un ümumiyyətlə SOC anlayışı daha çox həmin bu 3 pillənin əhatəsi kimi qəbul olunur adətən, elə başa düşürük SOC deyəndə. Lakin yenə dediyim kimi bu ilk 2 pillə yerində olmasa, ümid edirəm ki, biraz ətraflı bu haqda danışarıq. Bunun nəzəri tərəfi, bunu idarə etmə tərəfi yerində olmasa, SOC kifayət qədər effektiv işləmir. SOC anlayışını bir struktur kimi təsəvvür etsək, onu hansı komponentlər üzərində qurulmuş bir sistem kimi təsəvvür edə bilərik? Onu biz bir üçbucaq kimi təsəvvür edə bilərik. Üçbucağın hər tərəfi insan, texnologiya və prosesdir. Və hər birisi də bir-birindən asılıdır. Komponentdən biri yerində olmasa və ya düzgün fəaliyyət göstərməsə, ümumi olaraq proses, yəni SOC fəaliyyəti kifayət qədər arzu olunan səviyyədə olmayacaq.
Fuad bəy, az öncə komponentlər qeyd elədiniz. İnsan, proses, texnologiya. Gəlin bu barədə ətraflı danışaq. Bunların mahiyyəti barədə. Hərəsi, hər bir komponent çox vacibdir. Biz başlasaq məsəl üçün texnologiyalardan. Texnologiya dedikdə biz düşünürük bizim təşkilatda mövcud olan alətlər. Bu alətlər texnoloji həllər ola bilər, bu bəzi deyək ki, serverlərdir, sistemlərdir, avadanlıqlardır və s. və s. və s. Növbəti insandır və prosesdir. İnsan aydın məsələdir ki, insanı sona saxlayacağam. İnsan ən zəif bənddir və ən maraqlı məqamdır məncə, mən elə düşünürəm. Proseslər istənilən bir avadanlıq mı olsun, bu sistem mi olsun, bunu düzgün konfiqurasiya etmək üçün, bunu düzgün monitorinq etmək üçün müəyyən proseslər lazımdır. Proseslərə həmçinin daxildir bunun siyasətləri, düzdür. Bunun risk menecmenti, təhdidlərin idarə olunması, inventarizasiya və s. və s. və s. və daha dərin getsək, burada çox dəqiq təlimatlar lazımdır. Çünki SOC çox tez bir reaksiya verməlidir. 7/24 və onların vaxtları da məhduddur. Yəni çox bir zaman itirib nəyinsə üzərində düşünmək kimi belə bir imkanları yoxdur. Yəni SOC analitiklər, bunlar hər hansı bir hadisə baş veribsə, insident baş veribsə, çox qısa müddət ərzində buna reaksiya vermək, çox qısa müddət ərzində məsələni anlamalıdır, qiymət verməlidir və reaksiya verməlidir. Bunu əldə etmək üçün SOC analitiklərin əllərində konkret təlimat olmalıdır. Hər bir hal üçün konkret təlimat. Bu da təlimat da ki, ən son mərhələdir, amma bu təlimatları əldə etmək üçün daha əvvəl siyasətlərdir, daha əvvəl təhdidlərin idarə olunmasıdır, inventarizasiyadır və s. və çox sadə bir nümunə deyək, hər hansı bir insident baş veribsə və biz ilk növbədə analitik nə etməlidir və ya sistem, əgər bunu avtomatik eləyiriksə, ilk növbədə insidentin kritikliyini təyin etməliyik. İnsidentin kritikliyi isə asılıdır konkret bir aktivdən. Server deyək, sistem deyək, avadanlıq mı deyək. O isə asılıdır biznes prosesin kritikliyindən, o isə asılıdır biznesin xidmətlərindən. Yəni bu hamısı bir zəncir kimi bir-birindən asılılıq var və proses dedikdə tək sonda gələn playbook deyil. Yəni playbook bu proseslərin nəticəsi olaraq aşağı səviyyəli bir sənəddir və ya prosesdir və ya sənəd deyək, biz onu sənəd kimi baxırıq. Yəni playbook ən axırda nəticə olaraq əldə etdiyimiz bir sənəddir. Amma bu proses isə ən yuxarı səviyyədən başlayır, biznes xidmətlərindən və daha aşağı risklər, risklərin menecmenti, təhdidlər, assetlərin, aktivlərin qiyməti, yəni kritikliyi və axırda bu playbook. Və bizim üçüncü və dediyim kimi mən elə düşünürəm ki, ən əsas komponentimiz insan. Həmin prosesləri quran onsuz da insandır və bu halda əgər biz üçbucaq kimi düşünsək bu komponentləri, mən elə düşünürəm ki, elə üçbucağın başında elə insan faktoru dayanıb. Çünki həm texnologiyaları insan seçir və konfiqurasiya edir, həm prosesləri və siyasətləri insan düşünür, insan analiz edir və insan qərarları verir. Ona görə bu başda dayanan ekspertlərdən bütün bu nəticə olaraq SOC fəaliyyəti ən çox asılıdır həmin bu ekspertlərdən. Mən hətta deyərdim ki, hər bir komponent çox mühüm rol oynamağına baxmayaraq, mən deyərdim ki, yenə də insan və proses mən düşünürəm ki, sırayla qoysaq, insan, proses, texnologiya. Mən insanı ilk qoyardım, daha sonra proses, daha sonra texnologiya. Çünki texnologiyanı dəyişə bilərik. Yəni belə deyək, proses yoxdursa bizə heç bir alət kömək edə bilməz. Mən misal olaraq gətirə bilərəm. Əgər biz kağızda hər hansı bir fəaliyyəti izah eləyə bilmiriksə, yəni addım və addım bunu izah eləyə bilmiriksə, əgər bu proses
bu fəaliyyət təkrarlanan bir fəaliyyət kimi göstərə bilmiriksə, formalaşdıra bilmiriksə, heç bir alət bunu avtomatlaşdıra bilməz. Yəni avtomatlaşdırmağa material yoxdur əslində belə bir şey alınır. Ona görə mən həmişə düşünürəm ki, birinci ekspertiza, daha sonra bu ekspertiza keçir kağız üzərinə, proseslər kimi, fəaliyyətin təsviri kimi və s. blok sxemlər ola bilər, bu qərar vermə alqoritmləri ola bilər və s. və s. Və daha sonra həmin bu tələblər qurulandan sonra kağızın üzərində texnologiyalar bizə kömək eləyir ki, həmin bu tələblərimizi avtomatik rejimdə Yəni biz bir növ icra işin edək. menecmenti qurulmalıdır ki, texnologiya müstəvisində bu tətbiq olunsun. Bəli. Belə deyək, son zamanlar bu süni intellekt həllərində də, yəni bu SOC-da daha geniş istifadə olunur. Bəzən bu ilkin təhdidin aşkarlanması mexanizmləri var ki, bunlar bir növ manual idarə etməni azaldır. Yəni bu yöndə nə deyə bilərsiniz bu istiqamətdə? Süni intellekt son zamanlar trenddədir, belə deyim. Həm reallıq və praktiki nəzəriyyədən, həm də ki, indi bunu da açıq deməliyim, marketinq tərəfdən. Çox bir vendor var, bu süni intellekt imkanlarını hər bir mallarında əlavə eləyir və bunu müxtəlif formatlarda bir reklam şəklində də təqdim eləyir ki, bizdə nəsə bir süni intellekt əsasında qurulan proseslər Həmin var. məsələdə misal üçün insan və menecment hissəsini adaptasiya edə bilirlərmi həmin həllərə, tətbiq edə bilirlərmi sizcə? Pusat bazarda yəni vəziyyət nə yerdədir? Mən deyərdim ki, bizim bazardan söhbət gedirsə, süni intellektin adaptasiyası hələ ki arzu olunan səviyyədə deyil. Biz indi təzə başlamışıq buna. Biz hələ də müxtəlif səbəblərə görə bəlkə də süni intellekt sistemlərindən çəkinirik hələ də. Düzdür, indi süni intellekt hətta dövlət səviyyəsində də mühüm bir istiqamət kimi götürülüb və 26-28 bu rəqəmsal inkişaf proqramında da bu var. Süni intellekt üçün xüsusi bir yer ayrılıb. Lakin indiki anda məhz informasiya təhlükəsizliyinin məhz SOC hissəsində hələ ki o qədər də inkişaf etməyib. Ən azından mən bildiyim qədər bazarda süni intellekt engine'ları olan sistemlərdə bugün bizdə o qədər də çox deyil. Mən deyərdim ki, ancaq ən iri təşkilatlar buna başlayıb. Daha kiçikləri yaxında dayanmayıb belə olan. Çox zaman texnologiya ön planda olur, amma proseslər arxa planda. Biz SOC çərçivəsində proses dedikdə hansı mexanizmləri, hansı idarə etmə yanaşmalarını nəzərdə tuturuq? SOC-da proseslər çox vacib bir rol oynayır. Mən deyərdim ki, bayaq danışdığımız kimi birinci növbədə mən insanı qoyardım, sonra prosesləri. Niyə görə? Çünki SOC çox cəld işləməlidir. SOC-un əməkdaşları çox cəld olmalıdır. Çünki insident baş verdikdə çox qısa bir zaman ərzində qərarlar verilməlidir. Əsas qərar da nədir? Əsas qərar odur ki, insidentin kritiklik səviyyəsinin təyin olunması ilk növbədə budur. Daha sonra həmin insidentə nə kimi reaksiya verilməlidir? Bu qərar verilməlidir. Daha sonra reaksiyanın özü başlayır. Və burada yerində düşünmək, müzakirə etmək kimi imkanlarımız olmur. Buna görə biz proses dedikdə aşağıdan yuxarıya başlasaq, texniki sənəddən daha yuxarı səviyyəli sənədə getsək, aşağıda playbook deyilən bir sənəddir. Playbook elə bil ki, hər bir insidentin təsviri, Təsnifatı bir növ deyə bilərikmi? Təsnifatı, bəli. Təsnifatıdır. Yəni insidenti necə tanıyırıq? Bəli. Yəni müxtəlif hallarda bu müxtəlif bir şey ola bilər. Deyək ki, bunu biz network attack kimi düşünək. Network attackın da bir neçə növü var. Biz bunları çox açıq, aydın və qısa bir şəkildə təsvir etməliyik ki, analitik həmin insidenti görəndə dərhal bunu tanısın ki, bu məhz bu insidentdir. Daha sonra isə həmin insident çərçivəsində həmin analitik üçün təlimatdır. Əslində orada bir növ analitikin peşəkarlığı da ön planda çıxır da. Yəni anlaya bilirmi həmin təhdidin nə olduğunu tam olaraq başa düşə bilirmi?
Yəni burada məncə analitikin rolu böyükdür. Analitikin rolu böyükdür, amma son zamanlar belə bir yanaşma var ki, biz analitikdən asılı olmamalıyıq. Yəni yenə də insan ən zəif bənddir və biz Hər zaman bir B planı olmalıdır. Bəli, və biz istəyərdik ki, bu təlimatlar o qədər dəqiq olsun ki, o qədər sadə olsun ki, biz ümumiyyətlə insandan asılı olmayaq. Hətta bu gün biz çalışırıq ki, ümumiyyətlə əksər hallarda analitikin fəaliyyətindən istifadə etməyək, avtomatlaşdıraq. Yəni belə yanaşaq da məsələyə. Əgər biz hər hansı bir prosesi çox dəqiq addım və addım izah edə biliriksə, təsvir edə biliriksə, demək biz hər hansı bir alət ilə skript yazaraq bunu avtomatlaşdıra bilərik. Əlbəttə. Və məqsəd də budur. Proses nə qədər dəqiq olsa, o qədər də biz insandan az asılı oluruq. İnsandan nə mənada? Yəni yerində qərar verən analitikdən azad oluruq. Çünki bu həmişə riskdir. Analitikin yerində qərar verməsi o deməkdir ki, müxtəlif hallarda müxtəlif cürə qərar verə bilər və ya iki müxtəlif analitik müxtəlif qərar verə bilər eyni hadisə zamanı. Ona görə ya bunlar çox dəqiq olmalıdır və analitik bu təlimatı icra edərək konkret addımlar atsın və ya əgər biz bunu o qədər dəqiq yaza biliriksə və müvafiq alətimiz də var, bunu avtomatlaşdırmalıyıq. Nəticədə avtomatlaşdırmaya keçsək biz, əgər bunu avtomatik etsək, o zaman biz daha yaxşı sürət əldə edirik. Yəni insident baş verən andan insidentə reaksiya saniyələrlə gedəcək. Amma ortaqda insan varsa, insident baş verən andan insidentə reaksiyasına başlamaq üçün minimum bir 5 dəqiqə, 10 dəqiqə insidenti görmək, anlamaq, təlimatı açmaq, həmin təlimatdan üzərinə keçmək, bu nə qədər də çalışsaq insan buna bir 10 dəqiqə sərf etməlidir. Bəs az öncə dediniz o playbook məsələsi, bunun tərtib olunmasında, yəni məntiqi rol əsas nədir? Yəni burada şirkət fəaliyyət istiqamətinə konkret baxmalıdırmı, yoxsa ümumi olaraqmı bunu tərtib eləməlidir? Bu yanaşma necə olmalı, necə tənzimlənməlidir? Playbook belə deyək, playbook böyük bir işin nəticəsidir. Biz biraz arxaya keçsək, yəni playbook texniki sənəd kimi qəbul etsək, playbooka gəlib çıxmaq üçün biz daha əvvəl riskləri təyin eləməliyik, yəni təhdidləri, nə kimi insidentlər baş verə bilər. Yəni burada şirkət konkret fəaliyyət istiqamətinə uyğun çərçivədə hərəkət eləməlidir, yoxsa ümumi prizmanı da nəzərə almalıdır? Ümumi prizma əlbəttə ki, bəzi növ insidentlər var ki, onlar ümumidir. Daha çox bu infrastruktura aid olan insidentlərdir, şəbəkə hücumları, autentikasiya hücumları və s. Amma biz sadəcə belə çox ümumi formatda getsək, effektiv bir nəticə əldə etməyəcəyik. Daha düzgün yanaşma odur ki, biz konkret bir təşkilatın, konkret bir biznes növünün xidmətlərini nəzərdən keçirək və onlar üçün, xüsusi olaraq bu təşkilat üçün ən mühüm rol oynayan xidmətləri çıxaraq, yəni inventarizasiya eləyək. Daha sonra həmin xidmətlərin altında olan aktivlərə baxaq. Aktivlər dedikdə biz əməliyyat sistemləri, serverlər, hostlar və s. onların siyahısını çıxardırıq. Daha sonra təhdidləri baxırıq və onları tutuşdururuq ki, məndə bu növ insidentlər baş verə bilər. Bir növ əslində ssenari kimi düşünürükdə biz bu ehtimallar ola bilər, bunun üzərindən bizə hücumlar həyata keçirilə bilər və bunun üçün bir texnoloji proses, bir və yaxud da insan amilinin burada rolu və texnologiyanın burada hansı səviyyədə yetərliliyi, bunlar hamısı bir növ orada öz əksini tapmalıdır. Bəli. Elə də baş verir, məsələ siz dediyiniz kimi və bunların hamısı çıxır bir sənəd toplusuna. Sənəd dedikdə şərt deyil ki, bu nəsə bir formal sənəd olsun. Yəni sənəd dedikdə bu elektron sənəddir, elə masa üzərində kağızda da kağız daşıyıcı və ya elektron fərq eləmir bu nə dərəcədə rəsmi bir sənəd. Əsas odur ki, biz şirkət səviyyəsində şirkət üçün ən riskli olan ssenariyaları, siz dediyiniz kimi ssenariyaları anlamışıq, siyahısını çıxartmışıq və daha sonra həmin ssenariyalar üçün biz təlimatlar yazırıq. Yəni bu ssenari baş verərsə mənim hərəkətlərim bu olacaq, bu ssenari baş verərsə hərəkətlərim bu olacaq. Bunlar çox
mürəkkəb ola bilər və çox sadə ola bilər. Məsəl üçün sadələrindən tutaq ki, ən sadələrindən biri deyək ki, network scan. Bizim firewall-da alertlər çıxır ki, bizi skan edirlər. Okay, çox 2 sətirlik bir playbookdur. Skan edən IP-ni bloklayın. Bununla məsələ bitdi. Və ya çox mürəkkəb bir proses ola bilər. Əgər biz deyək ki, application səviyyəsində olan hücumdan söhbət ediriksə, deyək ki, bank sistemlərinə, mobil application üzərindən nəsə bir mürəkkəb bir atak gəlirsə, bunu birincisi tanımaq çox mürəkkəbdir, çətindir. İkincisi də ki, bunun reaksiyası kifayət qədər mürəkkəb olacaq. Çünki bir neçə də sistemdən əlavə məlumat dartmaq lazımdır, bunları analiz eləmək lazımdır. Hücum mənbəsi hansı tərəfdən gəlir, hansı sistemlər və s. və s. Yəni bu daha mürəkkəb bir proses də ola bilər. Nəticə olaraq deyə bilərəm ki, bu proses nə qədər dəqiq olsa, əvvəldən axıra kimi nəzərdə tutmuşam, yəni siyasətlərdən və çox yuxarı səviyyəli sənədlərdən başlayaraq playbooka gələn bu proses nə qədər dəqiq olsa, o qədər də bizim SOC effektiv işləyə bilir və ən əsas proseslər bizə reaksiya zamanını azaltmağa imkan verir. Bu isə bugün çox vacibdir. Çünki atakalar, hücumlar o qədər tez inkişaf eləyir ki, indi artıq söhbət dəqiqələrdən yox, saniyələrdən Əlbəttə, gedir. saniyələrdən gedir. Hətta saniyələrdən milli gedir. saniyələr deyərdik orada. Bəli. Çünki belə deyək, zərərverici proqramın yayılma sürəti daha belə deyək, tez reaksiya olur, tez baş verir. Hətta o kitabça dedikdə biz bunu sadə dillə izah eləsək, kitabça deyirik, tərtib edirik, hər hansı bir mexanizm və yaxud da elektron sənəd olsun. Bu düşünürəm ki, təkmilləşməlidir. Hətta yəni davamlı olaraq təkmilləşməlidir. Çünki təhdid növləri standart olmur. Yeni təhdid mexanizmləri çıxır. Hər gün demək olar ki, yeni seviyələrlə biz rastlaşırıq və mürəkkəbliyinə baxanda görürük ki, hətta nələr üzərindən necə hücumlar baş verə bilər. Düşünürəm ki, o kitabça mütəmadi olaraq yenilənməlidir və müəyyən ssenarilərdə yenə də ora əlavə olunmalıdır və davamlı olaraq inkişaf elətdirilməlidir. Tamamilə doğrudur. Biz siz dediyiniz kimi, bəli, o demək olar ki, hər gün daimi olaraq bu yenidən baxılmalıdır. Hücumlar dəyişir, bizim daxili sistemlər dəyişir, istifadə etdiyimiz alətlər dəyişir. Biz hər zaman düşünə bilərik ki, daha effektiv bir variant tapmışıq, daha qısa bir variant tapmışıq və həmçinin bəzi hallarda kommunikasiya kanalları dəyişir. Bu insident baş verəndə insidentləri görən və bizi dinləyən kolleqalarım məni yaxşı başa düşəcək. Çox kobuddirsə, ciddi insident baş verəndə aləm dəyir bir-birinə. İnstruksiya, təlimat yoxdursa, kommunikasiya kanalları təyin olunmayıbsa, məsuliyyətlər bölünməyibsə, biz konkret hadisəni birinci növbədə kimlərə raport verəcəyik, onu bilmirik və kim hansı tədbirləri görəcək, onu da bilmirik. Və nəticədə təəssüf ki, mən belə bir hallar görmüşəm və düşünürəm ki, kolleqalarımın hamısı təəssüf ki, belə hallarla rastlaşıb. İnsident baş verdikdə hamı məsələni yerində çalışır, anlasın, hamını bir yerdə yığır və bəzən olur ki, əsas iştirakçılar unudulur. Çünki məsuliyyət bölünməyib, məsəl üçün aktiv var. Neçə dəfə mən belə bir şey görmüşəm. Hər hansı bir aktivimizə, serverimizə hücum gəlir. Həmin serverin, həmin aktivin və ya həmin sistemin sahibi məlum deyil. İnventarizasiyanı açırsan, tutaq ki, əgər yaxşı inkişaf etmiş bir şirkətdə deyiliksə, açırsan, çox güman ki, bir Excel fayl olacaq. Açdın ki, filan server sahibi yoxdur və ya işdən çıxmış bir kəsdir. Okey, biz kimdən danışaq bunu? Kimə yığaq? Yəni həmin serverə kimin aksesi var? Nəticədə vaxtı uduzuruq. Bəli, vaxta biz uduzuruq, bəli, və bu aləm qarışır bir-birinə. Hərə bir tərəfə qaçır, hərə bir yerə zəng vurur, hərə bir sistemə girir. Bəzən olur ki, sistemə o qədər çox sorğu verirlər ki, bəs oradan report çıxart, buradan report çıxart. Sistem başlayır ləng işləməyə
və yenə qayıdırıq ki, niyə görə? Çünki bizim təlimatlarımız yerində olmayıb. Biz bilmirdik ki, bu halda biz necə hərəkət etməliyik. Fuad bəy, belə deyək, maraqlı istiqamətdə podkastımız davam eləyir. Mən istədim ki, bu proseslər çərçivəsində baş verən hücumlardan və şirkətin orada ən böyük səhvi qurumun nə olmuşdu ki, hücum böyük zərərlərlə nəticələnmişdi? Mənim ağlıma indi 2 dənə hadisə gəlir. Maraqlısı odur ki, ölkədə baş verən hadisələrdir. Bu təşkilatların adlarını yəqin çəkməyəcəyik. Kim ki bu hadisələrdən məlumatlıdır, yəqin ki anlayacaq hansılardan söhbət gedir. Deməli, onlardan biri biz proses və məsuliyyət mövzusunu davam etsək, onların birində demək anomaliya haqqında üçüncü bir tərəf təşkilata məlumat verir. Üçüncü bir tərəf deyəndə ki, təchizatçılardan biri, partnyorlardan biri təşkilata məlumat verir ki, siz tərəfdən qeyri-normal vaxt ərzində aktivlik var. Həmin təşkilat bu məlumatı qəbul edir, lakin bu insident olaraq bunu qəbul etməyib, yəni anlamayıb ki, bu insidentdir. Niyə görə? Çünki belə bir kanal mövcud deyildi. Yəni kommunikasiya kanalı ki, sən hər hansı bir partnyordan belə bir məlumat ala bilərsən, belə bir kommunikasiya kanalı mövcud deyil. Yəni təlimatda yox idi bu. Bunu eşidib, qəbul edib, ignor ediblər. Bundan sonra növbəti günlərdə aydın olur ki, həmin təşkilat adından kənar şəxslər sistemə daxil olub və qeyri-iş vaxtlarında aktivlik edib, həmin təşkilat çox ciddi bir zərər almışdı nəticədə. Bu da nəyin izahıdır? Birincisi, insidenti tanımadıq. İkincisini, bunu düzgün report edə bilmədik. Yəni, kommunikasiya kanallarında hardasa bu itdi. Niyə görə? Çünki məsuliyyətlər təyin olunmamışdı. Halbuki, bu biri tərəf, bunu ilk növbədə bu məsələni qaldıran tərəfin insident monitorinqi düzgün işlədi. Bunlar düzgün olaraq bunu monitorinq elədilər, düzgün olaraq təyin elədilər, tanıdılar, aşkar etdilər, report etdilər, o tərəf reaksiya verə bilmədi. Bu da prosesin yerində olmamasının bir izahıdır da, bir nümunəsidir. Digər yerdə biraz başqa formatda baş verən bir hadisə, biz Nistin pillələrini deyəndə, pillələrdən biri protect, yəni mühafizə olma. Mühafizə səviyyəsində boşluq haqqında məlumat verilib, vaxtında verilib ki, filan deyək ki, sistemlərin mühafizə sistemi kifayət qədər effektiv deyil və ümumiyyətlə yerində deyil. Həmin məlumatlar yenə də diqqətsiz qalıb. Çox qısa bir zamandan sonra həmin kanal üzərindən çox ciddi bir hücum gəlib, yenə də təşkilat milyonlarla pul itirib nəticə olaraq. Və ya digər situasiya, yenə də maliyyə sektorundan danışıram, digər situasiya, yenə də insidentlər və ssenariyalar kifayət qədər yaxşı təsvir olunmamışdı deyə və çox bir marağı bir yer var. Biz maliyyə sektorundan danışanda kiber insident və fraud insidenti çox sıx əlaqəsi var və bəzən onların arasında olan sərhədi biz görmürük. Bəzən məsuliyyətlər düzgün bölünmür. Kiber insident harda başlayır və harda bitir və hansı yerdən artıq fraud başlayır və ya fraud bitir. Yəni bu hissə bəzi hallarda biraz konkret deyil. Ümumi olaraq danışdığınız ssenarilərdən belə başa düşdüm ki, təlimat kitabçasına kommunikasiya kanalları da əlavə olunmalıdır ki, mümkün kommunikasiya kanallarından biz bu məlumatları əldə edə bilək. Yəni daha operativ olmaq üçün. Bəli, həm giriş kanalları, yəni biz hardan və necə qəbul edəcəyik insident barədə məlumatı və kimlərə və hansı formatda bunu eskalasiya eləyəcək. Bəli, həm girişi, həm çıxışı müəyyən olmalıdır. Girişdəki ola bilər bizim sistemlərdən, monitorinq sistemlərimizdən, bizim müştərilərdən, bizim partnyorlardan və ya açıq mənbələrdən. Müxtəlif
kanalları biz monitorinq etməliyik. Biz hazır olmalıyıq ki, bu müxtəlif kanallardan insident barədə məlumatı qəbul edək və qəbul etdikdə düzgün istiqamətə bunu göndərək. Belə deyək də, qərar vermə alqoritmini başladaq və ondan sonra yenə də bunun eskalasiya olunması və ya məlumat verilmə çıxış olaraq bizdən çıxmalıdır. Bir növ orada biz vendorları da qiymətləndirməliyik ki, bizim hansı məlumatlarımıza çıxışı var, necə çıxışı var və bunun təhlükəsizlik məsələsi hansı səviyyədə tənzimlənir. Bir növ biz buna vendor təhlükəsizlik siyasəti deyə bilərik də, yəni. Çox vacib bir hissədir. Kiber təhlükəsizliyin və ümumiyyətlə informasiya təhlükəsizliyinin böyük bir hissəsi siz demişkən vendor təhlükəsizliyidir. Hətta bu bütün standartlarda bu ayrı bir mövzudur. Adlarını müxtəlif cür qoyurlar. Supply chain management və ya supplier security policy kimi müxtəlif adları ola bilər, amma mahiyyəti eynidir. Və bizdə də maliyyə bazarları üçün olan təhlükəsizlik qaydalarında buna diqqət verilib. Orada da göstərilib ki, bütün təchizatçıların inventarizasiyası olmalıdır, bütün təchizatçıların monitorinq olmalıdır, müqavilələr və s. və s. və s. Yəni təchizatçılar hal-hazırda istənilən bir təşkilatın, biraz orta ölçülü bir təşkilatın 20 dənə, 30 dənə müxtəlif təchizatçısı var. Proqram təminatının təchizatçıları, həm avadanlıq təchizatçıları, həm xidmət verən şirkətlər, həm də bəlkə də IT-yə və ya təhlükəsizliyə birbaşa aidiyyəti olmayan təchizatçılar, məsəl üçün kondisioner sistemi, server otağında kondisioner soyutma sistemini idarə edən bir və ya nəzarət edən bir şirkət. Bunu dedikdə bir məsələ yadıma düşdü. Biz nümunələr haqqında danışırdıq və çox köhnə bir situasiyadır. Bilmirəm, Amerikada ya Avropada, səhv etmirəmsə Amerikada Target adlı mağazalar şəbəkəsi var. Bilmirəm, indi hələ də var ya yox. Köhnə məsələdir. Deməli, soyutma sistemləri ilə məşğul olan bir şirkət, daha doğrusu həmin şirkətin bir əməkdaşının kompüteri virusa yoluxdurur. Gəlib həmin bu mağazalar şəbəkəsində növbəti dəfə bu soyutma sistemlərini nəzarət edən zaman kompüterini şəbəkəyə qoşur və bütün şəbəkəni yoluxdurur həmin virusla. Həmin virus nəticədə gedib çıxır bunların ödəniş terminallarına və ödəniş terminallarında kart məlumatları dartıb göndərir bu naməlum yerə, qarşı tərəfə. Yenə də burada bir neçə dənə məsələ çıxır. Vendor security ki, biz bunları gərək nəzərə alardıq və onlar gərək nəzərə alardı. Biz hələ də nəzərə almalıyıq. Və əsas problem orada əslində bizim mövzumuzdan biraz kənar mövzudur. Bu texnoloji həllərdən söhbət gedir. Segmentasiya yerində olmayıb. Yəni bu şəbəkə segmentasiyası düzgün bəli, orada əsas məsələ oydu, amma bizim mövzu çərçivəsində əgər danışsaq, yeri gəlmişkən bəzi mənbələr deyir ki, həmin bu Target adı bu təşkilatın monitorinq sistemi anomaliya haqqında məlumat verirdi. Onlar amma bunu anlamadı. Yəni tanıya bilmədi nədir bu. Nümunələr demişkən biz işlədiyim yerlərdən birində belə bir eksperiment elədik. İki komandaya bölündük. Hücum edənlər və hücumdan qorunanlar. Bizim məqsədimiz o idi ki, hücum edən tərəf hər hansı üsulla konkret bir kompüteri ələ keçirsin. Biraz qabağa getsək, tələssək, deyim ki, nəticədə ələ keçirə bildi. Maraqlı tərəfi odur ki, biz həmin hücumu görmədik. Yəni, mühafizə edən tərəf həmin hücumu görmədi. Niyə görə görmədi? Çünki həmin an həmin bu hücum edən tərəf bir neçə dənə hücum buraxıb. SOC analitik ekranda en qədər hücum cəhlərini görür və başlayır onlara reaksiya verməyə. Lakin əsas məqsədli hücum
Hücumların arasında gizlənmişdi. hücumların arasında idi, həm də sistem düzgün konfiqurasiya olunmamışdı deyə bizə marağı olmayan hücumları kritik kimi qiymətləndirib. Amma əsas məsələ hansı idi ki, hansı bu boşluqdan istifadə edilib sistemə daxil olubsa, Arxa planda həmin qalmış. boşluğu informational kimi göstərmişdi. Nəticədə biz bunu araşdıranda başa düşdük ki, bizim sistem konkret, mürəkkəb olan bir hücumu tanımadı. Onu informational kimi göstərdi və analitiklər bunu görmədi. Əla, gözəl. Elə bu istiqamətdə mövzumuzu davam elətdirək. İnsan faktoru, yəni analitiklərin bilik, bacarıq səviyyəsi hansı səviyyədə olmalıdır? L1, L2, L3 necə tənzimlənir? Belə deyək, L1 analitiklarına qarşı tələblər o qədər də sərt deyil əslində. Mən deyərdim ki, L1 analistdən biz nə gözləyirik? Biz gözləyirik ki, onun yaxşı analitik düşüncəsi olsun, yaxşı texnoloji baza bilikləri olsun və təlimatları dəqiq icra edə bilsin. Konkret təlimatları konkret, dəqiq və tez icra etsin və yəqin ki, diqqətli olması lazımdır. Yəni L1-in ümumiyyətlə əsas iş vəzifəsi odur ki, insidenti vaxtında görsün və triaj, belə bir termin var, triaj. Bu səhiyyədən gələn termindir. Triaj, yəni bir neçə dənə insident baş verəndə hansı daha vacibdir onu tanımaq. Əsas məsələ oradadır. İnsidentlər bir-bir gələndə bu problemi yaratmır. Amma bir neçə də insident eyni zamanda baş veribsə, reallıqda məhz belə baş verir. İndi bayaq dediyim kimi bir neçə də insident baş verir, onu tanıya bilməyiblər, hansına reaksiya verməlidir. Yəni L1-in əsas vəzifəsi odur ki, insidenti vaxtında görsün, vaxtında bu triaj prosesini başlasın, insidentin nə dərəcədə kritik olduğunu dəyərləndirsin, bəli. Və daha sonra təlimata əsasən, əgər bu təlimat mövcuddursa, reaksiyasına başlasın. Əgər hər hansı bir səbəbə görə L1 analist reaksiya verə bilmir və ya triaj edə bilmir və ya bunun bilikləri çatmırsa, o zaman L2 işə başlayır. L2 analist daha təcrübəli olmalı. L2 analist, biz əgər deyirik ki, playbooklar və təlimatlar və s. bunlar daha çox L1-ə aiddir. Çünki L1 analistdən adətən biz yenə də gözləyirik ki, təlimatları çox dəqiq icra etsin. L2 qeyri-standart situasiya üçündür. Adətən L2 məsələyə qoşulur, əgər real ciddi atak baş verir və ya bizim təlimatımız yoxdur. L1 təlimat tapa bilmir, insidenti tanıya bilmir, növbəti hərəkətlərində əmin deyil və s. Onda o L2 işə düşür. Aydın məsələdir ki, L2-dən tələblərimiz daha çoxdur. L2 çox cəld düşünməlidir, qərar verə bilməlidir. Texniki tərəfdən daha təcrübəli, ekspertizası daha yüksək və s. L3 analistlərə bəzən deyirlər threat hunter və ya malware analist. Bunlar daha çox məsələyə qoşulur çox ciddi problemlər olanda. Mürəkkəb bir hücum baş verdi və çox güman ki, uğurlu bir hücum baş verib və bizə investigation lazımdır, yəni araşdırma prosesində qoşulurlar. Və ya L3 analitiklar hücumların vaxtında tapılması üçün erkən bir analitikalar aparırlar. Yəni əvvəlcədən bu ssenariyaları düşünmək, müxtəlif təhdidlərin bizə konkret olaraq bizim mühit üçün uyğun olan və bizə təsir edə biləcək təhdidlərin təyin olunması və bunların qarşısının necə alınması, onların necə aşkarlanmalı və s. Təbii ki, orada bir təcrübə məsələsi də rol oynayır. Kifayət qədər təcrübəsi Bəli, olmalıdır. L3 səviyyəsində çalışan analitiklar daha təcrübəli. Reallıqda bu ekspertlər daha çox red team tərəfdə olanlardır. Penetration testerlardır, malware analistlərdir, reverse injinerlərdir və s. Hətta deyərdim ki, çox bir mühitlərdə L3-ə aid, L3 dediyimiz bu ekspertlər
Bunlar SOC çərçivəsində yox, digər departamentlərdə olur. Yenə də dediyim kimi Red Team tərəfdə olur. Onlar xüsusi bir hallarda cəlb olunurlar. Və bütün bunları birləşdirmək üçün bir SOC meneceri də olmalıdır yerində. Onun əsas işi digər sahələrdə olduğu kimi menecer gərək bütün bu tədbirləri idarə etsin, bəli, və eyni istiqamətdə bütün bu komandanı apara bilsin. Biz mütəxəssisləri belə deyək də səviyyələrə böldük. Bəs yerli bazarda bu analitiklərin sayı və keyfiyyəti hansı səviyyədədir? Yəni kifayət qədər bazarda bu səviyyədə mütəxəssislərimiz varmı? Yəni bu barədə fikriniz nədir? Belə deyək, L1 dediyimiz mütəxəssislər bazarda var. Və mən deyərdim ki, kifayət qədərdir bəlkə də. Niyə görə? Çünki bizim L1-dən gözləntilərimiz və tələblərimiz o qədər də yüksək deyil və adətən L1-ə başlayır tələbələr. Yeni başlayan mütəxəssislər. Bəli. Həmçinin L1 adətən 24/7 işləyir deyə tələbələr üçün və daha cavan mütəxəssislər üçün daha uyğun bir startdır. L2 ilə amma problemlərimiz var. Yəni L2 tapmaq, yaxşı bir təcrübəli L2 mütəxəssis tapmaq çətindir. L3 biraz bir tərəfdən absurd olsa da, mənə elə gəlir ki, L3 mütəxəssislər daha çoxdur nəinki L2. Niyə görə? Çünki bir zaman penetration testerlərə böyük bir tələbat var idi bazarda və bir çox cavan istedadlı uşaqlar seçdilər Red Team tərəfini, penetration test tərəfini seçmişdilər. Düşünürəm ki, düzgün seçim ediblər o vaxtı və məntiqli idi. Çünki penetration testerın maddi maraqlara, deyək, maddi nəticələrə çatmaq üçün, yəni yaxşı maaşa, yaxşı karyeraya çatmaq üçün yolu daha qısadır. Deməzdim ki, asandır, amma qısadır. Niyə görə? Çünki pentester hər hansı bir korporativ mühitdən asılı deyil. Pentester bütün bu təcrübələri ev şəraitində də yığa bilər. Bütün alətlər var, məlumatlar var, kitablar, kurslar və s. Və təcrübə yığmaq üçün müxtəlif platformalar var. Bug bounty. Əslində orada motivasiya tərəfi də məncə böyük rol oynayır. Yəni pentest tərəfində, yəni nəyisə aşkar eləmək, tapmaq və bunu report eləmək, bəzən bundan müəyyən qədər gəlir əldə eləmək də yəni gənclərə daha maraqlı olur. Bəli, maddi maraq olduğuna görə və yaxşı bir gəlirə gəlib çıxmaq üçün yol daha qısa olduğuna görə mən yenə də vurğulamaq istəyirəm ki, qısa, amma demək olmaz ki, daha asan. Amma daha qısadır, çünki korporativ bu prosesdən asılı deyil. Eyni zamanda Blue Team tərəfdə olan ekspertlər, əməkdaşlar, onlar evdə bu təcrübəni ala bilmir. Məcburən qalmalıdır hər hansı bir korporativ mühitdə, müxtəlif korporativ alətlərini işləməlidir və çox yavaş-yavaş bu ekspertizanı, təcrübəni yığa-yığa gəlməlidir. Bu yol alınır çox uzun, yəni illər tələb eləyir ki, sən L1-dən qalxasan çox təcrübəli bir L2 səviyyəsinə. Çünki sən insident görməlisən, sən real mühit görməlisən və s. Ona görə mənim subyektiv fikrim odur ki, bugün L1 bazarda var. L3-də bizə kömək edə biləcək ekspertlər çox deyil, amma mən deyərdim ki, tələbat da o qədər çox deyil. Çünki hər bir təşkilat L3 səviyyəli, əgər biz eyni ekspert səviyyəsini başa düşürük. Biz səviyyəsinə uyğun olaraq, yəni iri təşkilatsa təbii ki, orada L2-yə də ehtiyacı var, L3-ə də ehtiyacı var. Amma bəzi təşkilatlar təbii ki, bunu prioritet olaraq görmürlər. İlkin mərhələdə, yəni onlar üçün bəlkə də adi bir mütəxəssis belə bəlkə də kifayət elədiyini düşünürlər. Təbii ki, orada təşkilatın gördüyü iş, az öncə qeyd elədiyimiz məsələlər, prioritetlər rol oynayır ki, yəni həqiqətən varsa əgər ehtiyac, təbii ki də, yəni olmalıdır. Bu üçdə mən deyərdim ki, çox istedadlı ekspertlərimiz var bazarda və bayaqki dediyim kimi maraqlı tərəfi odur ki, çox cavan və çox istedadlı. Yəni bu yolu çox tez keçən uşaqlardır
və vaxt keçdikcə mən daha yeni adlar eşidirəm. Hansı ki biz gərək bu uşaqlarla qürur duyuruq ki, bizdə bazarda bu uşaqlar var. Ümid edirəm ki, elə bizim də bazarda qalacaq. Bəli, amma sizin sualınıza qayıtsaq, mənim subyektiv fikrim odur ki, bizim bu gün gözləntimiz L2-dir. L2-lər mən düşünürəm ki, kifayət qədər deyil. Təcrübəli L2-lər azdır və təəssüf ki, gözləməliyik bugünkü L1 əməkdaşlar L2-yə böyüsünlər. Bir neçə il Biraz inkişaf lazımdır. eləsinlər. Bəli. Təbii ki, kiber təhlükəsizlikdə stabil qalmaq bir növ geri arxa planda qalmaq kimi bir şeydir. Yəni inkişaf eləmək lazımdır. Bəli. Daim. Yəni bugünün L1-ləri gələcəyin bəlkə də L3-ləridir. Bəli, elədir. Fuad bəy, hal-hazırda ölkəmizdə SOC quruculuğu baxımından hansı problemlər müşahidə edirsiniz? Mən deyərdim ki, bizdə çox ciddi problem yoxdur. Mən düşünürəm ki, doğru yoldayıq ən azından. Biz bir neçə etaplardan keçməliyik. Hal-hazırda bəzi çətinliklər var. Onlardan biri mən düşünürəm ki, əsası kadrlardır. Kadrlarımız azdır. Bütün səviyyələrdə. Bu o qədər ciddi məsələdir ki, hətta yenə də rəqəmsal inkişaf planında 26-28 əhatə edən planda kadrlara bir neçə dənə bənd həsr olunub. Yəni kadrların inkişafı və kadrların xaricdən cəlb olunması. Kadrlar mən deyərdim ki, problemlərdən biridir. Hansı ki, yenə biraz vaxt tələb eləyir onların inkişaf etməsi və oturuşması. Digər məsələ mən deyərdim ki, bizim söhbətimizin əvvəlində çox vaxtı proseslara həsr elədik və proseslər tərəfdə mən deyərdim ki, biznesin kiber təhlükəsizlik şöbəsi mi deyək və ya departamenti deyək və ya SOC-dan danışırıqsa, SOC-la biznes arasında kifayət qədər yaxşı kommunikasiya olmamasını görürəm. Bu nəyə gəlib çıxardır? SOC düşünürəm ki, bizi dinləyənlər indi öz professional həyatının ən belə onları yoran hissəsini görəcək. SOC elə bil ki, özü-özünə işləyir. Özü riskləri təyin eləyir, özü assetlərin, aktivlərin kritikliyini təyin eləyir, özü ssenariyalar yazır, hansı ciddidir, hansı qeyri-ciddidir, özü təyin eləyir və reaksiyaları özü təyin eləyir. Yəni, bir müstəqil bir qurum kimi işləyir. Amma SOC-un effektiv işləməsi üçün biznes tərəfdən inputlar lazımdır. Biznes səviyyədə, yəni ən yuxarı səviyyədə olan risk menecment, həmçinin əməliyyat riskləri daxilində kiber riskləri nəzərə almalıdır. Və kiber risklərə, əməliyyat risklərinin daxilində kiber risklərə gəldikdə informasiya təhlükəsizliyi ekspertləri və həmçinin SOC ekspertləri həmin prosesdə iştirak etməlidir ki, bu risklərin içində kiber təhdidləri təyin etsinlər və daha sonra bütün prosesləri, sistemləri, avtomatizasiya və s. bunların hamısını biznes üçün kritik olan təhdidlər əsasında qursunlar. Lakin çox zaman görürük ki, bu təhdidlərin təyin olunması daha çox ümumi formatdadır, daha çox infrastruktura əhatə edir. Bir növ texnoloji müstəvidə yanaşırlar məncə şirkətlər bu məsələyə, SOC yanaşmasına. Bəli, elədir. Məncə elə əsas problem də burdadır ki, az öncə qeyd etdiyiniz adi bir prosesin gətirib çıxardığı nəticə nə ilə nəticələnir? Şirkətin böyük zərərlərlə üzləşməsinə və ən əsaslı reputasiyanın itirməsinə. Bəli, elədir. Məsəl üçün bir çox yerlərdə biz görürük ki, SOC nəzərə aldığı insidentlər və ssenariyalar daha çox infrastruktur səviyyəsində olan ssenariyalardır. Məsəl üçün şəbəkə hücumu, Active Directory, nə bilim bu kompüterlərdə endpoint protection-dan gələn alertlər və s. Amma biz biznesdən soruşsaq, sizə filan adlı kompüter sizin biznes xidmətinizə nə dərəcədə təsir edir? Yəni deyək ki, bir
receptionda yerləşən bir kompüter və ya marketinq departamentində olan bir kompüter. Aydın məsələdir ki, o da giriş nöqtəsidir. Amma Təbii daha ki, bir növ biz bunu belə qruplaşdıra bilərik IoT tərəfi. Yəni IoT cihazların, Hı. yəni internetə çıxan bütün cihazların belə deyək də barəsində SOC komandasının məlumatı olmalıdır və ona uyğun da dediyiniz kimi ssenarilər məsələsi ortaya çıxmalıdır. Bəli, amma bu yenə də çox aşağı səviyyədədir. Yəni bu biz gəldik endpointlərə. Mənim fikrimcə biz daha yuxarıdan gəlməliyik. Biz bəzən fokuslanırıq həmin o device-larda, cihazlarda və kiçik bir virusdur, okey də. İndi bəzi kolleqalarım bəlkə də mənlə razılaşmaz. Amma biz o tərəfə çox fokuslananda biz unuduruq ki, bizim deyək ki, banking application'ımız var. Mobile application var. Bizdə core bank var. Bizdə digər strukturlarla, digər qurumlarla inteqrasiyalar var. Çox zaman bu qədər ciddi yerlər unudulur. Niyə görə? Çünki biznes və SOC sıx işləyib bu riskli nöqtələri müəyyən etmir. Ki mənim məsəl üçün filan təşkilatla inteqrasiyam var. Həmin inteqrasiya üzərindən Hər hansı bir hücum vektoru. bəli, ola bilər. o vektor ola bilər. Nə kimi məlumatlar paylaşırıq? Həmin qurumun biz tərəfə nə kimi giriş icazələri var? Və ya mənim mobile application-um var deyək ki, mən bankam və istənilən bir təşkilatam. Həmin mobile application-da yəqin ki, bir security həllər də var. Yəqin ki, RASP var, authentication var və digər sistemlər var üzərində. Orada baş verən hadisələr bizim SOC-a gəlib çıxırmı? Biz oraları nəzərə alırıqmı? İndi çox bir təşkilatlar keçiblər konteyner sistemlərinə. Həmin konteyner sistemləri bəzən yenə də SOC monitorinqindən kənar qalır. Halbuki ən maraqlı deməzdim, mühüm bir hissə orada baş verir. Çünki infrastruktur tərəfi kifayət qədər aydındır. Okey, antiviruslarımız var, anti-malware'imiz var, bəzi tədbirlər gördük, firewalllarımızı qurduq, WAF-larımızı qurduq. Okey də bu tərəf yuxarı-aşağı aydındır. Son 10 ildir biz bunun üzərində işləyirik. Təcrübəmiz var. Amma indiki hücumlar oradan gəlmir. Bunlar kifayət eləmir. Bəli, indiki hücumlar daha yuxarı səviyyədən gəlir, application tərəfdən gəlir. Orada da mənim subyektiv düşüncəm odur ki, mən düşünürəm ki, orada boşluq var və boşluğun səbəbi ondan gəlir ki, biznes risklərin daxilində həmin risklər nəzərə alınmır. Fuad bəy, insan amilinin rolundan bayaqdan danışdıq bu proseslər çərçivəsində olsun və ya da texnoloji çərçivədə. Bəs avtomatlaşdırma məsələsini də istəyirdim, bu məsələyə də toxunaq. Yəni insan amilinin rolunun azalması sizcə yəni lazımdırmı bu prosesdə, yoxsa yenə də insan amili müəyyən bir çərçivədə qalmalıdırmı? Mən düşünürəm ki və mühit buna aparır ki, biz insandan minimum asılı olmalıyıq. Birincisi, insanın qərar vermə imkanları məhduddur, yəni sürət baxımından. İkincisi, insanlar bizə baha başa gəlir. Yəni bizə deyəndə ki, bu kadrlar çatmır və böyük bir komanda saxlamaq kifayət qədər hər bir təşkilat üçün büdcə baxımından baha başa gəlir. Hər iki amili üst-üstə qoysaq, biz başa düşürük ki, harda imkan varsa, biz prosesi avtomatlaşdırmış şəkildə aparmalıyıq. Bu o demək deyil ki, biz insan zəhmətindən və insan amilindən tam azad oluruq. Mümkün deyil. İnsan istənilən halda buna nəzarət etməlidir. Lakin minimum belə deyək, rutin məsələlərə insan vaxt itirməməlidir. Yerində oturan mütəxəssis daha çox araşdırma, daha çox proseslərin inkişafı, proseslərin optimallaşdırılması üzərində işləməlidir. Bəli. Lakin eyni dülmələri, eyni prosesləri təkrarən klikləmək bunu insan etməməlidir. Əgər yenə də biz prosesi düzgün təsvir eləyə bilsək, təlimat formatına gətirə bilsək, deməli biz onu avtomatlaşdırmalıyıq. Bu da ki, yenə deyək ki, mənim hesablamalarıma görə 24/7 işləmək üçün SOC təxminən bir 6-7 nəfər
iş almalıdır. 6-7 nəfər analitik olmalıdır ki, bütün bu 7 günü və 24 saatı bağlayaq. Amma məsələ ondadır ki, bəzi hallarda biz bunu avtomatlaşdıra bilərik. Yəni bəlkə də bizə gecə vaxtı bəlkə də heç insan lazım deyil. Avtomatik olaraq bəzi halları bizim sistem qəbul Monitorinq edir, edir, qərar məsəl verir, üçün. monitorinq edir, reaksiya verir və hətta bizi zəng vurub oyada bilər. Yəni əgər bir ciddi bir şey baş verərsə və buna insanın bir qarışması lazımdırsa, robot zəng vurub bizi oyada bilərdi yuxudan. Yəni nəzəri olaraq. Və belə bir sistemlər də var. SOAR klass sistemləri var. Müxtəlif vendorlarda müxtəlif keyfiyyətdə bu sistemlər var. Amma SOAR-sız bu gün iri təşkilat işləyə bilməz. Biz bayaq dedik ki, insandan asılılıq, sürət və s. Amma bir vacib də məqam qalır ki, bu gün böyük şirkətdə o qədər çox alert, o qədər çox log var ki, biz nə qədər iri komanda yığsaq da bunu manual olaraq İzləmək biraz izləmək çətin. mümkün deyil. Mən deyərdim ki, çətin deyil, mümkün deyil. Yəni təsəvvür eləyin ki, böyük şirkətdə saniyədə, böyük şirkət yox, səhv deyirəm, böyük şirkət yox, kiçik şirkətdə hətta EPS deyilən belə bir hesablama var da, event per second. 1000 EPS ortadan biraz aşağı bir səviyyəli şirkət üçün, deyək ki, bir 500-600 nəfərlik bəlkə bir şirkət üçün təxminən 1000 EPS, yəni saniyədə 1000 loqun yazılması normal bir haldır. Təsəvvür edin ki, bu 1000 EPS CM-ə yazılır və konfiqurasiyadan asılı olaraq, vaxtdan asılı olaraq, atakların sayından asılı olaraq, yəni bu daimi olaraq bizim dashboardlarda, bizim monitorinq sistemlərimizdə daimi olaraq nəsə baş verir. Və təsəvvür etsək ki, hər dəqiqədən bir, hər nə bilim 15 dəqiqədən bir analitik girib hər bir ayrı-ayrı hadisəni, ayrı-ayrı alertə vaxt itirsə, yəni bu bir nəticə gəlib çıxarmayacaq. Ona görə bütün sistemləri də aşağı və yuxarı səviyyədə daha çox, daha az avtomatlaşdırma var. CM-lərdə bu artıq məcburdur. Bunsuz yaşamaq olmur. Suallar əlavə olunur. Playbooklar, daha əvvəl danışdığımız playbooklar texniki dilə tərcümə olunub həmin suala öyrədilir. Məsələn, nə kimi komandalar verə bilərik? Əgər filan kompüterdən deyək ki, endpoint protection sistemindən bu kimi alert gəlib. İlk növbədə analitik nə edir? İlk növbədə analitik yoxlamalıdır ki, bu false pozitivdir, yoxsa true pozitivdir. Yəni bu real bir problemdir, yoxsa yox. Analitik bunu manual eləmək üçün girəcək proseslərdə filan indikatorlara baxacaq və s. Əgər analitik bu indikatorlara baxacaqsa, gəlin biz skript yazaraq sistemi öyrədək, gedib özü bu indikatorlara baxsın, araşdırmanı eləsin. Məsəl üçün, şəbəkə ilə bağlı bir hücumdur, getsin IP adresi müxtəlif blacklistlərdə yoxlasın, intelligence sistemlərdən məlumatı dartsın, gətirsin. Analitikın iştirakı lazım olsa da, amma analitikın yalnız son qərar vermək kimi iştirakı olsun. Bir də əldə olan dataya baxıb qiymətləndirməni aparsın. Bəli, yəni rutin tərəfi maşın eləyir, analitik isə konkret son qərarı verir ki, okey, budur ya bu deyil. Pozulsun, dayandırsın, bloklansın və bloklanmasın. Yenə də maşın bunu istənilən halda daha tez icra eləyir, nəinki insan bunu bir-bir klikləyə. Fuad bəy, çox sağ olun dəyərli məlumatlar üçün. Sonda istərdim ki, bir məsələyə də nəzər salaq. Digər ölkələrdə, yəni bu SOC modelləri, kadr bazarı hansı istiqamətdə inkişaf edir və beynəlxalq standartlara da bir nəzər salaq. Mən deyərdim ki, bütün dünyada problem eynidir. Kadrlar çatmır və ya kadrlar bahadır. Mən belə gördüm ki, müxtəlif ölkələrdə birincisi outsource-a verirlər. Çünki outsource-a vermək bu xidməti daha sərfəlidir, nəinki daxili komanda saxlamaq, yenə də xüsusilə də Avropa və Amerikada. Digər yanaşma, mən Amerikanın böyük bir şirkətindəki CISO ilə tanış oldum təsadüfən və çox qısa bir söhbətimiz oldu.
Deməli çox iri bir şirkəti 50.000 nəfər işləyir həmin şirkətdə, qlobal şirkət. Və mənə dedi ki, onların 200 nəfər ancaq security operationa baxan ştat var, 200 nəfər. Həmin anda mən işlədiyim yerdə ümumiyyətlə mənim ştatım informasiya təhlükəsizliyi cəmi 20 idi. Bunlarda 200. Və mənə bildirdi ki, onların əksəriyyəti Hindistandadır. Şirkət baş ofisi Amerikadır, əsas fəaliyyət regionu Amerika və Avropadır, amma IT və security Hindistanda. Və çox bir yerdə yanaşma belədir. Məsələ də sırf maliyyə məsələsidir. Və mən deyərdim ki, biz nəyisə outsource veririksə, özü də xarici ölkəyə, o deməkdir ki, bizim proseslərimiz və təlimatlarımız çox ideal bir səviyyədə olmalıdır ki, biz daxili bir sistemi vermişik kənarda outsource-a. Digər məsəl üçün nümunəm də var. İsveçrədə kiçik bir şirkətin nümayəndəsi idi, SOC xidmətlərini verən və mən onunla müzakirə edirdim ki, siz bu xidmətləri necə verirsiniz? İsveçrə də çox böyük bir ölkə deyil, bahalı ölkədir, onlarda da kadr var, o qədər də çox deyil, amma bahalıdır. Və o mənə bildirdi ki, onların gecə smenində adamlar yoxdur. Gecə smenində analitik saxlamır. Bunlar belə bir qərara gəldi ki, biz daha çox büdcə sərf edək, avtomatik sistemləri əldə edək və hər şey avtomatlaşdıraq ki, nəticədə biz insan işə almayaq, amma insan əvəzinə yenə də maşın işləsin. Həmin şəxsdən soruşdum ki, əgər kritik vəziyyət yaranarsa və insan iştirakı lazım olarsa nə edəcəksiniz? Dedi ki, biz skriptlər yazmışıq və əgər bizim təlimatlardan və ya bizim gözlədiyimiz insident ssenariyadan kənar bir hadisə baş verərsə, sistem sadəcə bizim telefonumuza yığıb bizi oyadacaq, biz də sistemə qoşulacaq. Bu da bunların hamısı həm outsource vermək, həm xarici ölkələrə daha aşağı maaş tələbləri olan ölkələr və həm avtomatlaşdırmaq, bunlar hamısı irəli gəlir kadrların baha və kadrların az olmasına görə. Avropada, Amerikada xüsusilə də. Bir dənə məsələ var ki, Avropa və Amerikada fəaliyyətin kənar şirkətlərə həvalə edilməsi və hətta digər ölkələrə həvalə edilməsi normal qəbul olunur. Bizim halımızda bu biraz məhduddur. Biz mühüm bir hissəsini xarici ölkələrə verə bilmirik. Buna görə də bizim yeganə bir yolumuz odur ki, biz inkişaf olmalıyıq daxildə və daha çox SOC xidmətləri və tək SOC xidmətləri və həmçinin digər təhlükəsizlik xidmətlərini təklif edən şirkətlər olmalıdır bazarda. Mən düşünürəm ki, yenə də düzgün yoldayıq, amma inkişaf üçün elə bizə çox vaxt lazımdır və çox zəhmət çəkməliyik. Hörmətli izləyicilər, Danışır Set podkastının bugünkü buraxılışında SOC anlayışının nəzəri çərçivəsində tutmuş real bazar praktikalarına qədər geniş müzakirələr apardıq Fuad bəylə. Fuad bəyə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Son olaraq isə onu qeyd etmək istəyirəm ki, effektiv SOC yalnız texnologiya deyil. Bu insan, proses və davamlı inkişaf modelidir. Növbəti buraxılışlarda görüşənədək təhlükəsiz qalın.